Yadımdadır. Oyanmaq istemediğim, güzgüyə baxmağa qorxduğum günlər yadımdadır. Özümü tanıya bilmirdim. Neylədim özümə, ne yaşattım? Amma bitdi. Əvvəlki kimi titrəmirəm. Daha gözümün altındakı o qaranlıqlar da yoxdur. Ölü kimi də görünmürəm. Səhərlər qəhvə qoxusunu hiss edirəm. Quşların sesini dinləyirəm. Və bəzən sadəcə oturub nəfəs alıram. Və bunun nə qədər gözəl bir şey olduğunu anlayıram. Bilirsən, səni xatırlamaq məni qorxutmur. Sakitlik də bu imiş. Və hər gün güzgüyə baxanda mən yaxşıyam deyə bilmək. Həqiqətən yaxşıyam. Sən keçmişsən. Və güzgüdə gördüyün adam, bax o sənsən. Əsl sənsən.